Bismillahirrahmanirrahim. Nuh aleyhisselam hələ də İraqda öz qövmünü haqqa dəvət edir. Onları uca Allaha çağırır. O, bəşəriyyətə göndərilmiş ilk rasuldür. Qövmü hələ də ona qarşı çıxır, asi olur. İmana gələnlərin, ona və risalətinə inananların sayı azdır. Onların əksəriyyəti zəiflər, məzlumlar, əzilmişlər və kimsəsizlərdir. İnsanlar ona qarşı çıxmağa və əziyyət verməyə başladılar. Lakin o, heç vaxt dayanmadı və geri çəkilmədi. O, gecə, gündüz, gizli və aşkar demədən, hər yolu sınayaraq onları dəvət etdi. Onlar ona qarşı çıxıb, haqqında şayələr yaysalar da, onun səbrini və mətanətini gördülər. Beləliklə, öz aralarında onu öldürmək qərarına gəldilər. Kimi öldürmək qərarına gəldilər? Allahın Peyğəmbəri Nuh aleyhisselam. Məgər Peyğəmbərlər öldürülərmi? Bəli, bir çox Peyğəmbərlər həqiqətən də öldürülmüşdür. Allah minlərlə nəbi və rəsul göndərmişdir. Lakin bizə onlardan yalnız 25-i haqqında xəbər vermişdir. Bəzilərinin adı çəkildi, lakin minlərləsinin hekayəsini biz bilmirik. Uca Allah bizə bildirdi ki, elə Peyğəmbərlər olub ki, qövmləri tərəfindən öldürülüblər. Nuh'a aleyhisselam gəlincə isə onlar həqiqətən də onu ölümlə hədələdilər. Hansı üsulla öldürmək? Dedilər, səni daşqalaq edərək öldürəcək. Ya bu dəvəti dayandırarsan, ya da səni öldürəcək. Onların heç bir dəlili yoxdur. Və onlar həqiqəti dərk etmirlər. Halbuki həqiqət aşkardır. Fitrət Nuhun tərəfindədir. Ağıl Nuhun tərəfindədir. Allahın dini Nuhun tərəfindədir. Hər şey Nuhun aleyhisselam tərəfindədir. Onlar ona qarşı dəlil gətirə bilmədikləri üçün əllərində tək bir yol qaldı. Onu ölümlə hədələmək. Dedilər, ey Nuh, əgər bundan vaz keçməsən, daşqalaq ediləcəksən. Onu daşqalaq edilərək, öldürməklə hədələdilər. Bu, ani bir baş kəsmədən fərqli olaraq, insana əziyyət verən, ağrılı bir ölüm növüdür. Onlar Peyğəmbərləri odda yandırmaqla, daşqalaq etməklə hədələdilər və həqiqətən də bunları etdilər. Bəli, onlar Nuhu aleyhisselam daşqalaq edilərək öldürməklə hədələdilər. Sizcə, Peyğəmbərlər öz qövmlərindən qorxurlarmı? Əlbəttə ki, yox. Onlar uca Allahın seçdiyi kəslərdir və qəlbləri Allaha bağlıdır. Bu insanlar təhdidlərə əhəmiyyət vermirlər, çünki onlarda təvəkkül deyilən bir xüsusiyyət var. Bütün Peyğəmbərlər buna sahibdir. Bu, tövhidin ən böyük hissəsidir. Onların hamısı ən yüksək təvəkkülə sahibdir və bilirlər ki, hər şey uca Allahın əlindədir. Onlar onu öldürməklə hədələyərkən, o necə cavab verdi? Ya qavmi in kana kabura alaykum maqami və tədkiri bi ayatillah. Əgər mənim sizi uca Allaha dəvət etməyimə, xatırlatmağıma və sizi tövhidə çağırmağıma dözə bilmirsinizsə, fa'alallahi təvəkkəlt. Bu o deməkdir ki, mənə nə istəyirsinizsə edin. Daşqalaq edib öldürmək istəyirsiniz, o zaman edin. Məni hər hansı bir yolla öldürmək istəyirsiniz, nə istəyirsinizsə edin. Fa'alallahi təvəkkəlt. Fa'əcmi'u əmrakum və şurakâəkum. Yəni, hamınız mənə qarşı toplaşın. Mən tək bir nəfəri deyil, hamınızı istəyirəm. Mənə gəlincə, mən tək başım olacağam. Sizinlə olan hər kəsi, məni öldürmək istəyənləri və mənə zərər vermək istəyənləri gətirin. Sənin silahın nədir, ey Nuh? Mən Allaha təvəkkül etdim. Alallahi təvəkkəltu fəəcmi'u əmrakum və şurakâəkum. Thumma la yakun əmrukum aleykumğummə. Thumma qudu ileyyə və la tunzirun. Nuhun onlara necə meydan oxuduğunu bilirsinizmi? O, onlardan xahiş edir ki, onu öldürmək cəhdlərini təxirə salmasınlar. Mənə gəlincə isə, mən uca Allaha təvəkkül etmişəm. Onların ona qalib gələcəyini gözləyirsiniz. Onlar onu öldürə bilmədilər. Çünki uca Allah onu qorudu. Çünki o, uca Allaha təvəkkül etmişdi. Onlar onu öldürə bilmədilər və bu, Peyğəmbərlərin silahıdır. Yəni, uca Allaha güvənmək.
قال رب إنهم عصوني واتبعوا من لم يزده ماله وولده إلا خسارا. Ya Rab, o Rəbbinə şikayət edir. Bu insanlar kimin ardınca getdilər? Onlar öz başçılarına, var dövləti və övladları olan zadəganlara tabe oldular. Və mənim dəvətimi tərk etdilər, ey Rəbbim. وَمَكَرُوا مَكْرًا كُبَّارًا. Onların nə etdiklərini bilirsinizmi? O insanları Allaha dəvət etməyə gedəndə o başçılar insanlara deyirlər ki, ona məhəl qoymasınlar və Vəd, Suvə, Yağus, Yauq və Nəsr bütlərinə ibadət etməyə davam etsinlər. Onlar küçələrdə gəzirlər və nə vaxt ki Nuh insanları Allaha çağırsa, onlar deyirlər ki, öz tanrılarına ibadətdə, atalarının və əcdadlarının dinində möhkəm, sabit qalsınlar. لا تذرن ودا ولا سواعا ولا يغوث ويعوق ونسرا. Onlar bir-birlərinə bu bütlərə ibadətdə möhkəm qalmağı tövsiyə edirdilər. Onların Nuh'a aleyhisselam qarşı düşmənçiliyini təsəvvür edin. Onlar onu ölümlə hədələdilər. Lakin Uca Allah onu qorudu. Nuh qövmünün Nuh'a aleyhisselam verdiyi əziyyətlər daha da şiddətləndi. Nəsillər gəldi, nəsillər getdi, lakin Nuh onların arasında qalmağa davam etdi. Hər gələn nəsil özündən sonraki nəslə vəsiyyət edər və onlara deyərdi ki, ataları bu adamın, yəni Nuhun məcnun, divanə olduğunu deyirmişlər. Hər nəsil sonraki nəslə bunu tapşırardı. Əksinə, onlar bir-birinə vəsiyyət edən zalim bir qövm idilər. O dərəcədə ki, Nuhu küçələrdə döyər və onu boğardılar. Onu yerə yıxdıqları zaman öldüyünü zənn edərdilər. Hər tərəfindən qan axardı. Onu bir parçaya büküb evinin içinə atardılar ki, ondan və cəsədindən canlarını qurtarsınlar. Lakin Nuh aleyhisselam bir gün və ya bir neçə saat keçdikdən sonra aylar, yunar və yenidən qövmünü dəvət etmək üçün yola çıxardı. İnsanlar arasında belə bir səbri peyğəmbərlərdən və rəsullardan başqa heç kimdə tapa bilməzsiniz. Həqiqətən də onlar ulul əzm, əzmkar peyğəmbərlərdəndir. O şiddətlə döyülür, qan içində qalırdı. Lakin sonra yenidən ayağa qalxıb onları Uca Allaha çağırırdı. Nuh qövmünün azğınlığı o həddə çatmışdı ki, bir ata oğlunu qucağına alıb ona daşlar verər və deyərdi. O adamın yanından keçəndə, özdə Nuh da yaşlı idi, yaşı yüzlərlə ilə çatmışdı. Ata oğluna deyərdi, mən o adamın yanından keçəcəyəm. Onun yanına çatanda onu daşla oğlum. Beləcə balaca uşaq daşları götürərdi. Atası isə Nuh insanları dəvət edərkən oğlu çiynində Nuhun qarşısından keçərdi. Sonra uşaq ona daş atardı. Təsəvvür edin bunu. Ya Allah. Təxəyyül edin bunu. Bu insanın səbri necə idi? O buna necə dözürdü? Əvvəlcə o Rəbbinə qövmünü bağışlaması üçün dua edirdi. Allahım qövmümü bağışla, çünki onlar bilmirlər. O bu vəziyyətdə 950 il qaldı. لقد أرسلنا نوحا إلى قومه فلبث فيهم 1000 سنة إلا 50 عاما. Boğulma, döyülmə, daşqalaq, ittihamlar Nuh'a aleyhisselam hər cür əziyyət verdilər. Nəhayət o əllərini göyə qaldırdı. وَلَقَدْ نَادَانَا نُوحٌ فَلَنِعْمَ الْمُجِيبُونَ. Nuh aleyhisselam nə dua etdi? قَالَ رَبِّ إِنَّ قَوْمِي كَذَّبُونَ. Onun bu duanı nə vaxt etdiyini bilirsinizmi? Tam 950 ildən sonra. 1-2 il, 10-20 il sonra deyil, tam 950 ildən sonra dedi, ey Rabbim, qövmüm məni yalanladı. فافتح بيني وبينهم فتحا ونجني ومن معي من المؤمنين. ترى ما دعا بهذا الدعاء نوح. Nuh bu duanı yalnız 950 ildən sonra etdi. Nəhayət Uca Allah Nuh'a belə vəhiy etdi. Ey Nuh, hökm verildi. Artıq qövmündən əvvəlcə iman gətirənlərdən başqa heç kəs iman gətirməyəcək. Nə? Tövbə qapısı bağlandı.
Sənin qövmündən yalnız əvvəlcədən iman gətirmiş olanlar mömin qalacaq. İman gətirməyənlərə gəlincə, bu gündən sonra o insanlardan heç kim iman gətirməyəcək. Və ən böyük müsibət odur ki, Nuhun ailəsindən olan 2 nəfər də iman gətirməmişdi. Onun arvadı iman gətirmədi. Təsəvvür edin, Allahın Peyğəmbərinin həyat yoldaşı iman gətirmədi. Oğlanlarından biri, adı Yam, ləqəbi isə Kənan olan oğlu da iman gətirmədi. Digər oğulları və onların xanımları iman gətirdilər. Məzlumlardan da bir neçə nəfər iman gətirdi. Və bunlardan başqa heç kim də Nuh'a aleyhisselam inanmadı. Bəli, Nuhun duasından sonra Allah ona bildirdi ki, qövmündən əvvəlcə iman gətirənlərdən başqa heç kəs iman gətirməyəcək. Ona görə də onların etdiklərinə görə kədərlənmə. Onlara görə özünü üzmə və yorma. Bu zaman Nuh yenidən əllərini göyə qaldırdı və belə dua etdi. Rabbi la tezar alal ardı minel kafirin deyyara. Niyə? Ey Nuh, sən uca Allahın onları məhv etməsini istəyirsən? Bəli. Niyə ey Nuh? Çünki müsibət odur ki, əgər onlar küfrlərində davam etsələr, uşaqlar dünyaya gətirəcəklər və uşaqlar da kafir olacaqlar. Çünki bundan sonra artıq heç kəs iman gətirməyəcək. Uşaqlarının cəhənnəm oduna girməməsi üçün dedi, bir dənə də olsun kafir buraxma ey Rəbbim, hamısını məhv et. Və birdən, ey Rəbbim, bəlkə də o az sayda möminlərdən biri onlardan təsirlənib o da kafir olar. Bu, həm möminlər üçün duyulan narahatlıqdır, həm də kafirlərin uşaqlarının onlar kimi olmaması üçün duyulan qayğıdır. O, Rəbbindən onların hamısını məhv etməsini istədi. İnnəkə in təzərhum yudillu ibadək və la yəlidu illə faciran kəffara. Bu da onun ümməti üçün bir mərhəmət sayılır və Allah Nuhun aleyhisselam duasına cavab verdi. İndi dəvət bitdi. Bəs əzab başladı mı? Xeyr, xeyr. Hələ bir neçə ildən sonra. Nuh aleyhisselam hələ missiyasını tamamlamamışdı. Qövmünü dəvət etməyə dayandırdıqdan sonra ondan nə tələb olunurdu? Nuh qövmünü dəvət etməyi dayandırdı. Allah ona əmr etdi ki, böyük bir gəmi inşa etsin. Ona bu gəmini 3 mərtəbəli, çox böyük bir gəmi kimi qurmağı öyrətdi. Allah hələ 100 il əvvəldən ona müəyyən növ ağaclar əkməyi vəhy etmişdi. Çünki Nuh gəmini tikərkən bu növ ağaclardan istifadə edəcəkdi. Nuh Rəbbinə dedi, mən necə tikəcəyimi bilmirəm. Mən heç vaxt dülgər olmamışam. Gəmi qayırma işində işləməmişəm. Üstəlik, onların torpağı səhradır. Nuhun aleyhisselam olduğu yerdə nə dəniz, nə də su var idi. Oradakı insanlar gəmi hazırlamağa alışmamışdılar. O dedi, ey Rəbbim, mən gəmini necə inşa edə bilərəm? Allah buyurdu, mən sənə öyrədəcəyəm. Sən bu gəmini inşa edərkən Allah səninlə olacaq. İman gətirənlər isə sənə dəstək və kömək olacaqlar. وَاصْنَعِ الْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا وَلَا تُخَاطِبْنِي فِي الَّذِينَ ظَلَمُوا إِنَّهُمْ مُغْرَقُونَ. Ehtiyatlı ol ey Nuh. Bir gün boğulacaq olanlardan biri haqqında mənimlə mübahisə etmə. Diqqətli ol. Nuh aleyhisselam həmin ağacları kəsməyə başladı. Əlbəttə ki, kafirlər söhbətin nədən getdiyini bilmirdilər. Onlar yalnız bunu bilirdilər ki, Nuh dəvəti dayandırıb. Hardasan? Sən bizi öz dininə, öz ilahına, bütlərə ibadəti tərk etməyə çağırardın. Dayandın. Niyə dayandın? Ağacları kəsmək üçün? Əlbəttə, onlar onun bu ağacları niyə kəsdiyini bilmirdilər. Sonra o, uca Allahın ona öyrətdiyi kimi bu ağacları kəsməyə başladı. Onun bir gəmi inşa edəcəyini kim bilirdi? Həyat yoldaşı. Onun həyat yoldaşı mömin deyildi. O, gedib insanlarla və rəhbərlərlə danışdı. Onlara dedi ki, bu yaşdan sonra Nuh ağlını itirib. Keçmişdə onun divanə olduğunu deyirdiniz. Amma mən sizə deyirəm ki, ərimin də tamamilə ağlını itirib. Ondan niyə belə düşündüyünü soruşdular. O dedi ki, Nuh bir damla suyun, heç bir çayın,
və ya dənizin olmadığı bu quraq səhrada gəmi tikir. Təbii ki, insanlar ona inanmadılar. Ona görə də bir neçə möminlə birlikdə odun toplayan Nuhu görməyə getdilər. Allah ona mismarlardan necə istifadə etməyi öyrətdi. Taxtalardan və mismarlardan düzəlmiş gəmi. Bu Quranda qeyd olunub. Onlar odunları toplamağa və taxtaları bir-birinin üstünə qoymağa başladılar. Sonra aralarına mismar vurdular. Onu görməyə gələnlər dedilər, nə tikirsən? Nuh dedi, mən gəmi tikirəm. Onlar isə gülməyə və onu ələ salmağa başladılar. Onun dəli olduğunu dedilər. Onlar sadəcə onun dəli olduğunu demirdilər. Daha çox onun ağlını tamamilə itirdiyini düşünürdülər. وكلما مر عليه ملأ من قومه Yəni o bir neçə möminlə gəmini tikərkən ويصنع الفلك وكلما مر عليه ملأ من قومه سخروا منه onlar elə hey gülür və onu məsxərəyə qoyurdular. Sən bu səhranın ortasında gəmi tikirsən? Onlar güldüyü zaman Nuh aleyhisselam onlara necə cavab verdi? قال إن تسخروا منا فإنا نسخر منكم Siz bizə necə lağ edirsinizsə, biz də sizə ilə lağ edəcəyik. فإنا نسخر منكم كما تسخرون Möminlərin izzətinə, vüqarına baxın. Siz bizə gülürsünüz. Zaman gəlsin, biz də sizə güləcəyik. فسوف تعلمون من يأتيه عذاب يخزيه ويحل عليه عذاب مقيم. Əzabın kimə gələcəyini biləcəksiniz. O zaman kimin digərini lağa qoyacağını görəcəksiniz. Onlar isə lağlarına davam edirdilər. Əzab? Hansı əzab? Biz səhrada deyilikmi? Biz suyun və dənizin olmadığı bir yerdəyik. Sən gəmi tikirsən, sonra da əzabdan danışırsan. Bu adam ağlını itirib, başı qaçıb. O, bəlkə də 100 və ya 200 il bu vəziyyətdə qaldı. Bu gəmini inşa etdi. Gəmi tamamlanana qədər uzun illər keçdi. İndiyə qədər vəd edilən vaxt gəlib çatmamışdı. Və gəmi tikildikdən sonra Uca Allah Nuh'a xəbər verdi. Allah ona belə buyurdu. Ey Nuh, o əlamət gəldiyi zaman hər heyvandan bir cüt götür. Bütün tanıdığın heyvanlardan bir erkək və bir dişi götür, ey Nuh. Mal-qaradan, inəklərdən, atlardan, hətta aslan, pələng, pişik, bütün heyvanlara əmr etməlisən və onlar sənin yanına gələcəklər. Onları erkək və dişi olmaqla cütləşdir. Onlar sənə tabe olacaqlar, ey Nuh. Həmçinin quşları da. Vəziyyət quşlar üçün də ağır olacaq. Çünki həmin vaxt onlar uça bilməyəcəklər. Bütün quşları, heyvanları götür. Əlamət gələndə onları hazırla. Qoy iman gətirənlər də hazırlaşsınlar. Və ailən də hazırlaşsın. Onlardan yalnız iman gətirənlər səninlə olacaq. Kafirlər sizin aranızda olmayacaq. Onun arvadı tufandan əvvəl öldü, yoxsa ölmədi, Allah ən doğrusunu bilir. İnsanlar onun arvadının ölüm vaxtı ilə bağlı fərqli fikirdədilər. Nuhun 4 övladı var idi. Biri kafir, digər 3-ü isə mömin idi. Allah ona hazırlaşmağı əmr etdi. Nuh dedi, ey Rəbbim, əlamət nədir? Heyvanları möminlərlə birlikdə gəmiyə mindirmək üçün istifadə edəcəyim o əlamət hansıdır? Allah buyurdu, təndir qaynayıb daşacaq. Təndir? Hansı təndir? Onların yemək bişirdikləri təndir, çörək bişirmək və yemək hazırlamaq üçün düzəltdikləri təndir qaynayıb daşacaq. Sadə bir təndir. Allah buyurdu. O təndirdən suyun fışqırdığını gördüyün zaman bil ki, əmr artıq başlayıb, ey Nuh. Nuh bəlkə də uzun bir müddət gözlədi. Nəhayət, həmin təndir qaynamağa başladı. Davamı inşallah növbəti seriyada.